tam olmaq istədiyin yerdəsən, yoxsa hələ hədəflərin var? Var hədəflərim. Əlbəttə ki, mən hədəfsiz yəni yerimdə otura bilmərəm. Yoxsa Afaq Gəncəlisən də artıq televiziyada nə istəmirsən eləmirsən? Yox, Türkan. Cəmaət məsələn deyər ki, istəyirəm Afaq Gəncəli kimi olum, orada olum. Sən nə deyərsən? Nə bilim, yəni istəyirəm ki, daha da bilmirəm, yəni aparıcı bundan o tərəfə nə ola bilər bilmirəm. Yəni televiziya rəhbəri olmayacağam ki. Ola da bilmərəm. Niyə ola bilmərəm ki, mən çox üzü yola adamam. Mən yəni qışqırsam sonra ürəyimdə qalacaq ki, vay mən bu insanın üstündən qışqırdım. Mən bunu acıladım. Mən onun biraz könlünü alım. Belə rəhbər olar. Buradan qışqırırsan, oradan gəlib könlünü alırsan. Yox. Öz komandamda artıq mənim xasiyyətimi bilirlər deyəni. Yəni bilirlər ki, mən dedimsə bunu etmək lazım, amma yoxdur. Bir saatdan, bir gündən sonra ürəyi yumşalacaq. Amma rəhbər ola bilmərəm, çünki bu qədər insanı idarə etmək lazımdır. Ürəyi yumşaq insan rəhbər ola bilməz heç bir zaman. Görə biliyorsun. Olsun. Amma istəyirəm fərqli, maraqlı bir şou. Mənimki şoudur da. Çünki mən ağlaya da bilmirəm, ağlada da bilmirəm. O mənim əlimdə olan bir şey deyil. Mənimki elə necə yaranmışam şou üçün. Şou. Çünki mən ancaq gülməliyəm. Ancaq gülürəm. Mənimki şoudur. Maraqlı bir şou.